NATO'nun Kosovadakı sülh-məramlı qüvvələrinə rəhbərlik Türkiyəyə keçib. Ötən il oktyabrın 10-da Kosovadakı sülh-məramlı qüvvələrə rəhbərliyi Macarıstandan təhvil alan İtaliyanın komandanlıq müddəti başa çatıb. Türkiyə sülh-məramlı qüvvələrin komandanlığını oktyabrın 10-da İtaliyadan təhvil alıb. Türkiyə 1999-cu ildən bu vaxtadək Kosovada xidmət aparan Kosova sülh-məramlı qüvvələrinə ilk dəfə rəhbərlik edəcək. Kosova sülh-məramlı qüvvələrinin komandiri vəzifəsinin icrası general-mayor Özkan Ulutaşa həvalə olunub. 1999-cu il iyunun 12-sində Kosovada fəaliyyətə başlayan sülh-məramlı qüvvələrin şəxsi heyətində ümumilikdə 27 ölkədən 4500-dən çox hərbi personal var. Türkiyə hərbiçilərin sayına görə ikinci yerdədir. Türkiyə tərəfi Kosova sülh-məramlı qüvvələrini Balkan regionunda sülh və sabitliyin təmin olunmasında ən mühüm missiyalardan biri kimi qiymətləndirir.